Mən səhnəni sevirəm. Səhnə mənim üçündür. Budur sənin işin. Başa düşmədim. Sən sabirsən. Axmaq danışma. Nə görmüsən? Yaman mehribançı ha. İşim budur. İşimin adı nədir? Oynamalıyam və oynadım. Sabirin xarakterinin gücü çatmaz. Bak burada beni! Hemşe vururdu, ne oldu? Kalkabilmişsen! Məncə Adil Sabiri bağışlayar. Təbriklər qardaş. Sağ ol. Heç bir reaksiya vermirəm. Heç vaxt içinizdə kiməsə qarşı kin saxlamayın. İstəyərəm gələcəkdə dövlət teatrlarının birində də işləyim. Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün bizimlə birlikdə son günlər daha çox müzakirə olunan ekran işlərindən biri olan Mikrorayon serialının Sabiridir, yəni aktyor Qüdrət Fətulla. Xoş gördük Qüdrət, necəsiz? Xoş gördük, sağ olun, yaxşıyam. Siz necəsiz? Çox sağ olun, yaxşı olasınız. Qüdrət, istəyirəm birinci başlayaq sizi daha yaxından tanımaqdan. Özünüzü bizə daha yaxından təqdim edəsiniz. Biz daha çox Sabiri tanıyırıq, Qüdrətin özünü tanıyaq. Mən Qüdrət Fətullayev, aktyorluqda Qüdrət Fətulla. 2000-ci ildə anadan olmuşam, Lerik rayonunda, rayon uşağıyam. Sonra 2018-ci ildə İncəsənət Universitetinə qəbul olmuşam. 4 il İncəsənət Universitetində oxuduqdan sonra hərbi xidmətdə olmuşam. Hərbi xidmətdən sonra da aktyorluq fəaliyyətimi davam etdirirəm. Bir sıra reklamlarda çəkilmişəm. Universitetdə oxuduğum dönəmlərdə 4-cü kurs, 3-cü kurs ərəfələrində tamaşalarda oynamışam. Və sonda da belə aktyorluq baxımından partlatdığım Mikrorayon oldu. Çox gözəl oldu. Mikrorayona keçməzdən öncə bilmək istəyərdim, niyə aktyorluq? Bu sahəyə gətirən əsas səbəb nə olub sizə? Bayaqki sualınıza cavab olaraq dedim ki, mən rayonda böyümüşəm. Rayonda böyüdüyüm ərəfələrdə mən 7-ci sinifdən mənim oxuduğum məktəbdə, kəndimizdə həm də məktəbin aşağısında mədəniyyət klubu vardı. Mənim günüm güzaranım orada keçirdi. İlk dəfə cırtdanı oynamışam. Sonra Kosanı, Keçəli, biz orada hər həftənin 6-cı gününə tamaşalar, səhnəciklər qururduq ki, bizim kənd icması, kənd cəmaatı yığışacaq, oturacaqlar, altı bazar oturub baxacaqlar həmin tamaşaya. Eynən teatr kimi olurdu, saat 7-də tamaşa başlayırdı, axşam radələrində. Kənd cəmaatı gəlirdi, nənələr, babalar, ailələr hamısı gəlirdilər, cavan uşaqlar gəlib baxırdılar. Və belə etap orada özümdə kəşf etdim ki, mən səhnəni sevirəm. Səhnə mənim üçündür. Sonra Lerik rayon mədəniyyət evində bir sıra tədbirlərdə, tamaşalarda iştirak elədim. Və İncəsənət Universitetində dedim ki, qabağıma məqsəd qoydum ki, mən aktyor olacağam. Və elə də oldu. Həm də sinifdə də, məktəbin özündə də tədbirlər olanda məni həmişə önə atırdılar, qabağa atırdılar, aparıcılıq elə, nə bilim, burada bir oyun var, bunu qurmaq lazımdır, burada bir səhnə var, bunu qurmaq lazımdır. Müəllimlərim də mənə deyirdi ki, sən İncəsənət Universitetinə gir, səndən yaxşı artist olar, belə deyirdilər və sevirəm, bu işi sevirəm. Həqiqətən, sözün həqiqi mənasında aktyor sənətini mən çox sevirəm. Bu işdən başqa işi bacara bilmərəm, mən elə gəlir. Sizin öz deyiminizlə desək, partlatdığınız obraz, Sabir obrazı, biraz da bundan danışaq. Bu obrazla tanışdığınız necə oldu? Ümumiyyətlə, kasting prosesi ilə bağlı. Yəni, necə seçildiniz bu obraza? Necə seçildim? Sizin də dediyiniz kimi kasting oldu. Dəvət elədilər. Qulu Əskərov özü oradaydı, serialın rejissoru. Buradan da onu salamlayırıq. Mənə bir tekst verdilər. Dedilər ki, bunu get yan otaqda oxu, biraz məşq elə, bir də təklif olmuş vəziyyəti başa saldılar. Amma həmin o tekstdə təklif olmuş vəziyyəti başa saldılar. Ümumi senari boyu təklif olmuş vəziyyəti elə tam bilmirdim. Dedilər ki, doğrusu otaqda bir balaca özün üçün məşq elə, hazırlaş və ondan sonra da gəl. Yəni, biz orada demo versiya çəkirdik, video. Çəkdilər və oyuna gibi. Və serialda həmin səhnə mənim anamı gedirəm kafedə görürəm. Anamla ilk rastlaşdığım səhnə, həmin tekst idi. Getdim, o bir otaqda məşq elədim, gəldim, Qulu Əskərovun qabağında göstərdim və ondan sonra bəyəndi. Dedi ki, mənim özümə deməmişdi daha doğrusu. Başqa birisinə demişdi və başqa birisi mənə çatdırdı ki, sən təsdiqləndin, sən sabirsən,
Ondan sonra ssenarini atdılar. Ssenarini əvvəldən axıra kimi oxudum. Sonra bir sıra tərəddüdlərim oldu ki, ssenarinin axırında mən Eltəkin xanımla belə realda dostam. Biz bir yerdə oxumuşuq İncəsənət Universitetində. 4 il boyunca bir yerdə olmuşuq. Ondan sonra universiteti bitirmişik, bir sıra tamaşalarda oynamışıq. Mən indi nətər dostumu axırda öldürüm. Bu biraz alınmır axı, çətin səhnədir. Amma neyini, rol budur, oynamalısan, işim budur, işimin adı nədir, oynamalıyam və oynadım. Yəni həmin məqamda ssenari ilə tam tanış olduqdan sonra biraz tərəddüd etdin. Bəli, yəni, biraz tərəddüd elədim ki, yəni olar bunu dəyişək, öldürməyim, nə bilim, itəliyim, yıxılsın, nəsə olsun da, amma öldürməyim də. Amma dedilər ki, yox, olmaz. Bəs əgər mikrorayonun ikinci hissəsi çəkilsə, orada yenidən Sabir obrazını canlandırmağı istəyərdinizmi? Qəşəng sualdır. Sabir obrazını bilə-bilə ki, axırı belə olacaq, yenə də canlandırmaq istəyərəmmi? İstəyərdim. Niyə deyək? Amma nətər? Onda belə bir sual verim. Bu. Davam etsə və çəkilmək istəsəz, yəni siz özünüz necə görmək istəyərdiniz Sabiri? O yəqin ki, həbs olunacaq, böyük ehtimalla həbs olunduqdan sonra indi bilmirik də ikinci hissə çəkilərsə ona yanaşma necə olacaq? Yəni rejissor yanaşması, ssenari necə olacaq? Əgər çəkilərsə siz özünüz Sabiri necə görmək istəyərdiniz? Artıq düz yola gəlib. Heç kimə qarşı kin bəsləmir içərisində. Peşmandır. Digər dostları necə? O da elə olmağını istəyərdim. Pis insan olmağını istəməzdim. Yəni, hamının yadında pis birisi kimi qalmağını istəməzdim və yaxşı əməlləri ilə o elədiyi pis əməllərin silinməsini istəyərdim. Yəni, olur da insan bir vaxtı pis olur. Sonra dəyişir, oturur, düşünür, dərs çıxarır və düzgün yola gəlir. Belə olmağını istəməzdim. Yəni, birinci mövsümdə olduğu kimi olmağını istəməzdim. Bilmirik, siz elə sual verdiniz ki, mənə ikinci mövsüm olacaq, olmayacaq deyə sual yarandı mənim beynimdə də. Onu mən də heç bilmirəm. Amma əgər olarsa, yəni əgər olarsa, bayaq dediklərim, yəni düzgün bir insan olmağını istəyərdim. Amma mən isə düşünürəm ki, Azikin davamçısı da ola bilər. Nəticədə onun göstərişi ilə bu hadisəni törədib, artıq Azik yoxdur və onun yerini alır. Yəni, bu ehtimal da məncə insanı düşündürür. Sabirin xarakterinin gücü çatmaz Azikin. Sabir sadəcə Azikin Sabir elə bir personajdır ki, tez təsir altına düşür. O, həmin anda da Adili öldürməyə nə səbəb, Adili vurmağına səbəb Azikin təsiri altına düşdü. Amma Sabir heç vaxt Azik kimi o aləmin yükünü daşımaq, o aləmin adamı olmaq ola bilməz. Mənə elə gəlir. Mən belə düşünürüm. Bir də orada öldürmək deyirik. Sizcə ikinci hissə olarsa, buna da sizin yanaşmanız mənə maraqlı gəlir. Eltəkin xan Adil obrazını canlandıran, Adil obrazı belə deyək, ölməsə, davam eləsə, onların dostluq münasibəti necə olacaq? Məncə Adil Sabiri bağışlayar, əgər ölməsə. O da sual altındadır. Adil Sabiri bağışlayar. Çünki nə də olsa bir yerdə böyüyüblər, dostdular, illər keçib onları. Adil özü də səhv yola düşmüşdür, səhv hərəkətlər elədi. Amma peşman oldu, düz yola gəldi. Adil bağışlayandır. Adından da bildi. Adil insandır o. Bağışlayar məncə Sabiri. Maraqlı. Digər sualım isə belə olacaq ki, Sabir obrazına rəylərdə yetərincə tənqidi yanaşmalar, hətta xoşa gəlməyən ifadələri belə işlədilər. Bunları Qüdrət Fəthullah kimi oxuyarkən təəssüratlarınız necə olur, reaksiyanız necə olur? Heç bir reaksiya vermirəm. Yəni, heç bir yanıt da bildirməmişəm indiyənə qədər həmin o rəylərə. Azərbaycanda Məlik Dadaşov olub Fəryad filmində
erməni rolunu canlandırıb, erməni kapitanını oynayıb, səhv eləmirəmsə. Ona tənqidlər o vaxtda çox olub, mən eşitdiyimə görə və hətta mənim bu sferada tanışlarım var. İndi bu mənim başıma birinci dəfədir gəlirdi. Mən tanışlarımdan soruşmuşam ki, mən necə qədər reaksiya verim? Mənə hamısı deyiblər ki, sakit qal, hamısı Məlik Dadaşovu nümunə gətirib və bu mənə elə gəlir ki, bu mənim şəxsi düşüncəmdir. Mən rolümü yaxşı oynamışam yəqin, tamaşaçıda nifrət qazanmışam. Tamaşaçı da nifrəti kəskin dərəcədə artıq yazır o biraz rəylərə. Heç bir reaksiya vermirəm. Sadəcə deyirəm ki, Sabirə nifrət edirlər, lap yaxşı, nifrət eləsinlər. Belə şəxsi özümə hələ ki, heç bir tənqid yoxdur. Elə insanlar da var ki, rəylərə yazırlar ki, siz o qədər yaxşı oynamısınız ki, bu tamaşaçı kütləsində nifrəti qazanmışsınız. Elə yazanlar da var. Sonra küçədə yaxınlaşanlar var şəhərdə. Abi, Adili niyə öldürdün? Ən çox aldığın sualdır məncə bu. Sual mən deyirəm ki, qısa lap minik cavab verirəm. Senaridə elə yazılmışdı, ona görə öldürdüm. Yoxsa mən də öldürmək istəməzdim. Amma mən də öldürmək istəməzdim. Siz rejissorun yerində olsaydınız, sonluğu necə bitirərdiniz? Necə bir sonluq görürdünüz mikrorayonda? Necə bir sonluq görürəm mikrorayonda? Hamı xoşbəxt olur. Mutlu son. Mutlu sonluq. Təbii ki, bu bir yumordur, zarafat idi. Onu mən deyə bilmərəm, çünki hələnin öz düşüncəsi var. Mənim düşüncəmə görə, mənim istəyimə görə istəyərdim ki, Adil də ölməsin, getsin Fərdin çempionluğunu görsün. Adil, Sabir, İdris, Daşqın hətta ölməsin, Daşqın özü də sağ qalsın. Onda əslində serial çəkilməzdi ki. Yəni o hadisələrdir də. Heç kimin ölməyini istəməzdim. Bu hadisələr baş verərdi, amma elə baş verərdi ki, heç kim ölməsin. Axırda o 5 dənə dost yenə də mehribanlaşmaq, birləşsinlər. Əvvəl necə, indi də elə, sonda da elə. Amma mən belə istəyərdim. Amma belə oldu. Aydındır. Bəs əgər sizə Sabir obrazı həvalə olmasaydı, digər obrazlardan hansını canlandırmaq istəyərdiniz? Mənə orada xarakter baxımından Sabirdən sonra yaxın olan İdrisdir. İdrisi canlandırmaq istəyərdim. Ən azından axırda kimsə öldürməzdi. Belə. Mikrorayon serialı bir çox mesaj ötürdü izləyicisinə. Yəni istənilən film, serial, obraz bilir ki, çəkilməyin əsas məqsədi nədir? İzləyiciyə bir mesaj ötürmək. Bəs məhz Sabir obrazının ötürdüyü mesaj nədir sizcə? Sabir obrazın ötürdüyü mesaj odur ki, tamaşaçıya heç vaxt içinizdə kiməsə qarşı kin saxlamayın. Kin həmişə insanı geri aparır, pis yola salır. Həmişə nə sözünüz varsa, dostunuz olsa, yaxınınız belə olsa, gedin üzünə deyin ki, mənim sənin bu hərəkətindən xoşum gəlmir. Sabir məncə vaxtında gedib Adilə, Fəridə desəydi ki, siz məni tez-tez vurursunuz, şapalaqlayırsınız, əzirsiniz, bu elədiyiniz hərəkətlər mənim xoşuma gəlmir, eləməyin belə hərəkətlər. Məni zəif göstərirsiniz həmişə desəydi, məncə onlar öz aralarında, mən indi bu serial çəkilib, Sabirin 18 yaşı, Adilin 18 yaşı, Fəridin 18 yaşı ərəfəsində. Sabirin artıq bir aktyor kimi mən onun hekayəsini qurmuşam beynimdə. Sabirin 15 yaşı var, 16 yaşı olub, 14 yaşı olub. Onlar o məhəllədə uşaqlıqdan bir yerdə böyüyüblər. Sonra gəliblər 18 yaşında bizim bu serial çəkildi. Bu hekayə elə ki, kameranın qabağında başlayıblar oynamağa. Oynamağa realistik olaraq o hekayəyə baş verib kameraya tuş gəliblər. Mən belə qurmuşam beynimdə. Bu yaşadığı illər boyunca o dostları tərəfindən çox əzilib və çox əzildiyi ərəfələrdə o dostlarından qayıdıb desəydi ki, dostlar eləməyin, məni çox əzirsiniz, çox mənə çox vurursunuz, çox yerə göndərirsiniz məni. Bunları desəydi vaxtında, onlar o vaxtı bəlkə də mehriban Sabirin o kini onda ölərdi.
Sabir o vaxtdan onlara kim bəsləyib deyə və nəhayətdə gəldi bir yerdə o kim partladı, belə bir hadisə baş verdi. Nəticələrdir. Mən sadəcə tamaşaçıya mənə elə gəlir ki, realda belə adamlar var, 100% var. Ümumiyyətlə bizim serialda baş verən hadisələrin əksəriyyəti realda var. Mən bir Sabir obrazını oynamaqla tamaşaçıya onu deməyə çalışdım ki, mənə görə, şəxsi düşüncəmə görə kinli olmaq olmaz, kin insanı dala salır. Bu serialda çəkilən səhnələr, bununla bağlı istərdim biraz danışaq. Əsasən hansı məkanlarda çəkilirdi ərazi olaraq? Serialın yarısı sahil qəsəbəsində, yarısı da məktəb səhnələri Sumqayıtda çəkilib. Sahil qəsəbəsində demək olar ki, məhəllə səhnələri, məhəllədə baş verən hadisələr, küçədə baş verən hadisələr demək olar ki, əksəriyyəti sahil qəsəbəsində çəkilib. Məktəbdə baş verən hadisələr də Sumqayıtda çəkilib. Məktəbdə baş verən səhnələr dediniz, orada bir məqamı xatırladım. Fərid obrazı ilə olan davanız məktəb ərazisində. Mən izləyəndə rəylərdə izləyicilərin çoxu da bunu yazmışdı ki, sizin orada Fəridlə davanız zamanı, yəni Sabir obrazının Fəridlə davası zamanı başınızı tutursunuz, orada deyəsən pilləkənə dəyir. Bilmək istəyirdim, bu oyunun içində var idimi? Yəni obraz bilirdinizmi öncədən elə bir şey baş verəcək, başınızı tutacaqsınız, yoxsa orada anidən olur? Yəni həqiqətənmi dəyir, əzilir, yəni zədələnirsiniz? Orada Ülvi Haşim, Fərid obrazını canlandıran, buradan onu da salamlayırıq. Hazırda hərbi xidmətdədir. Sağ-salamat gəlsin. İnşallah. Orada sadəcə gəlib məndən davası olmalı idi Fəridin, mənə şapalaq vurmalı idi və mən də şapalağın təsirindən çökməli idim, qalmalı idim, yenə də həmişəki Sabir kimi, yəni şapalaq vurdu, döyüldüm. Amma Ülvi Haşim sağ olsun, orada gəldi, şapalağı çox qəşəng vurdu, çox real vurdu. Şapalaqdan sonra da dirsəyi ilə mənim başımı pilləkənə vurdu. O gözlənilməz oldu. Bu gözlənilməz oldu. Şapalağın o qədər möhkəm olacağı da gözlənilməz oldu. Mənim üçün gözlənilməz oldu. Dirsəklə başımın divara dəyməyi və qulağımın zədələnməyi də mənim üçün gözlənilməz oldu. Və orada əgər kadrlarda baxmısınızsa, bəlkə ağrı keçirdirəm. Çox bərk ağrıyırdı. Şapalağın ağrısı, ondan sonra da pilləkənə başımın dəyməyi, qulağımın ağrısı. Mən sadəcə orada dua eləyirdim ki, o ağrı ərəfəsində Qulu Əsgərov stop desin. Mən gedim, su qoyum, buz qoyum sifətimə, sərin bir şeylər qoyum ki, ağrı keçsin də bir balaca. Amma indi baxıram o səhnəyə, deyirəm ki, yaxşı ki, o şapalaq mənə real dəyib, qulağımda ora dəyib, çox real alındı da həqiqətən. Yəni, hətta serialda hər şey real alına gedib, o şapalağın real olmaması pis olardı məncə. O da real olsa olub və daha yaxşı olub. Bəs serial çəkilən prosesdə sizin üçün ən çətin səhnə, çəkiliş zamanı olan səhnə hansı olubdu? Ən çətin səhnə final səhnəsidir. Dostumu öldürməyim, bıçaqlamağım deyim. O səhnə serialda belədir də, məkan çəkilir səhnələr. Damda əgər səhnə varsa, 10 dənə səhnə varsa, onu da həftənin 5-ci günündə planlaşdırılıbsa, 5-ci gündə çəkilməlidir. Amma mən o səhnəni Qulu Əsgərovdan xahiş elədim, sağ olsun. Dedim ki, onu axıra salaq, ən axıra salaq. Çünki o çətin səhnədir, mən ona hazırlaşıram. Heç olmasa beynimdə biraz toparlayım özümü. Bu serial boyu düşünüm. Sağ olsun mənə şərait yaratdı. Toparlandım və səhnəni oynadıq. Ən çətin səhnə mənim üçün o idi. Bəs neçə dubla alındı həmin səhnə? Onu səhv, yalan deyərəm. Neçə dubl alındığını, bəlkə də bir 10 dubl çəkdi. Mikrorayon sizin debütünüzdür, mən belə başa düşürəm ki, bundan sonraki layihələr artıq inşallah ki, ardı gələcək. Bəs teatr fəaliyyətiniz necə? Varmı? Bundan bağlı istərdim biraz da məlumat verəsiniz. Yəni izləyicilərimiz sizi bəlkə də gəlib başqa layihələrdə də görmək, izləmək istəyərlər. Teatr fəaliyyətim hal-hazırda dövlət teatrında işləmirəm. Müstəqil teatr açmışıq biz. Knockout improvizə teatrı. O teatrda fəaliyyət göstərirəm.
Amma istəyərəm gələcəkdə dövlət teatrlarının birində də işləyim. İnşallah ki, işləyərəm. İnşallah. Bəs başqa yeni layihələr varmı? Sizin özünüzün tək iştirak edəcəyiniz və ya mikrorayon dostlarınızla birlikdə sizi yenidən orada görə biləcəyimiz? Bəli, mikrorayondan sonra dəvət almışam. Heydər Əliyev sarayında tamaşada oynadım. Bizim Maksud müəllim tamaşası. Ondan sonra İctimai televiziyada serialın çəkilişləri ilə bu yaxınlarda bitdi. İctimai televiziyanın yeni bir proyekti olacaq. Sentyabr ayından İctimai'də yayımlanacaq. Sığınacaq əkizlər serialı rejissoru Ülfət Şahbazovdur. Və başqa proyektlər də var, amma onlara hələ demək istəmirəm. İnşallah çəkildikcə hamı görəcək. Xəbərdar olacağıq. Uğur olsun. Təşəkkürlər, çox Ümid sağ olun. edirəm ki, onlar da ən az mikrorayon qədər sənə böyük bir uğur gətirəcək. Öz İnşallah. dilinizlə demiş, partladacaq. İnşallah görək də yaxşı olar. Hər şey. Son olaraq isə belə bir sual vermək istəyirəm. Mikrorayon izləyicilərinə nə demək istəyərsən? Mikrorayon izləyicilərinə onu demək istəyərəm ki, çox sağ olun ki, bu seriala baxdınız. Hər birinizə ən birinci növbədə buna görə təşəkkür edirəm. Və əminəm ki, çox adam, çox insan oradan böyük dərs çıxartdı. Bizim də məqsədimiz, amalımız bu idi elə. Seriallar, kinolar, filmlər nə üçün çəkilir? Mən elə gəlir ki, biz aktyor olaraq, bizim də vəsfimiz budur ki, insanlara real hadisələri göstərək, bir güzgü kimi göstərək ki, bu səhvdir, bu düzdür. Mikrorayon serialıyla da biz bunu eləyə bildik. Həmişə çalışın, dürüst, səmimi, düzgün insanlar olaq, hamı olsun. Çox sağ olun Qüdrət. Təşəkkür edirik sizə dəvətimizi qəbul edib gəldiyiniz üçün. Bizim üçün xoş söhbət oldu. Qüdrətin özün yaxından tanımaq. İzləyicilərin hamısı başda da qeyd etdiyim kimi Sabiri tanıyır, onu tənqid edirlər, amma məncə Qüdrətin özünü çox sevəcəklər. İnşallah görək də. Sevsələr də olar, sevməsələr də olar. Hər kəsin öz fikri var. Hamıya da hörmətlə yanaşıram. Sizə təşəkkür edirəm ki, çox sağ olun, dəvət elədiniz, var olasınız. Sizə də uğur arzulayıram. İnşallah yaxşı işlər də olsun və siz də bizi çağırasınız. İnşallah. Təşəkkürlər. Son olaraq isə bizə çəkilişdə göstərdiyi dəstəyə görə Qraf Otelə özlərinin təşəkkürümüzü bildiririk. Sağ olun, gələn görüşlərədək.